Hörmətli müəllimlər, hər birinizi salamlayıram. Bu günlərim sizinlə Samur modeli haqqında danışmaq istəyirəm. Samur modeli texnologiyanı tədrisdə inteqrasiya etmək üçün istifadə olunan modellərdən biridir. Model 4 mərhələdən ibarətdir və birinci mərhələsi substitution adlanır. Bu mərhələ nədir? Əvəzləmə adlandıra biləcəyimiz bu mərhələdə bizim ənənəvi istifadə etdiyimiz alətlər yeni alətlərlə əvəz olunur. Məsələn, əvvəl müəllim əgər adi lövhədə yazırdırsa, marker və silgi ilə, bu elektron lövhə ilə əvəz olunur və müəllim burada artıq qələmdən istifadə etməklə və silgidən istifadə etməklə yazmağa başlayır. Başqa bir nümunəyə baxsaq, əgər Google Docs üzərindən, məsələn, bu gördüyünüz Google Docs-da bir mətndir. Ola bilsin ki, bunu şagird dəftər əvəzinə öz qeydlərini burada götürüb və yaxud da müəllim şagirdlərə müəyyən resursu vərəq şəklində yox, Google Docs-dan istifadə etməklə verib. Gördüyünüz kimi, burada məzmun dəyişməyib, yəni sadəcə olaraq dəyişən istifadə olunan resursdur və yaxud alətdir. Bu mərhələnin müəllim üçün faydası nədən ibarətdir və şagird üçün nədən ibarətdir? Müəllim və şagird istənilən zaman bu məlumatı dəyişə bilər, yeni məlumat əlavə edə bilər, internet olan istənilən bir yerdən daxil ola bilər, öz düzəlişlərini eləyə bilər. Və yaxud da əgər lövhədən danışırıqsa biz, müəllim bunun sonunda PDF kimi yaddaşda saxlayıb şagirdlərinə verə bilər və yaxud bir dəfə hazırlamaqla müxtəlif siniflərdə girib bundan istifadə edə bilər. Bu, Samur modelinin ilkin mərhələsi olan substitution mərhələsidir. İkinci mərhələ isə augmentation adlanan mərhələdir ki, bu artırma mərhələsidir. Yəni, bu mərhələdə nədir? Məsələn, əvvəl əgər birinci mərhələdə yalnız müəllim qələmdən və silgidən istifadə edirsə, bu mərhələdə artıq digər alətlərdən istifadə etməyə başlayır. Məsələn, mətn əlavə eləyir və yaxud da şəkillər, videolar, linklər əlavə eləyir. Və nəticədə müəllimin hazırladığı məzmunun keyfiyyəti artır. Yəni, müxtəlif multimedia əlavə etməklə, daha tekst vasitəsi, alət vasitəsilə mətnlər artırmaqla hazırladığı dərsin, məzmunun və ya tapşırığın keyfiyyəti daha yüksək səviyyədə olur. Əgər biz buna Google Docs üzərindən nəzər yetirsək ki, yəni, bunda nə baş verəcək? Məsələn, ikinci mərhələdə artıq müəllimin verdiyi tapşırıq və yaxud da verdiyi material belə bir formada olacaq. Yəni, orada şəkli olacaq və yaxud müəyyən müəllim link artıracaq. Yəni, gördüyünüz kimi, burada artıq məzmunun irəliləməsi baş verir. Yəni, keyfiyyət cəhətdən artdı. Şagird də həmçinin yalnız yazmaqla yox, müxtəlif alətlərdən, şəkildən, linkdən, cədvəldən istifadə etməklə burada müəyyən düzəlişlər eləyir, müəyyən öz qeydlərini götürür və yaxud internetə axtarış etməklə müəyyən məlumatları əlavə eləyir. Samur modelinin növbəti mərhələsi isə modification adlanır. Bu mərhələ dəyişilmə, yəni irəliyə doğru dəyişilmə mərhələsidir. Burada bu mərhələdə artıq müəllim əvvəl istifadə etdiyi alətlərdən istifadə edir. Lakin burada məsələ yaradıcı istifadə məsələsidir. Yəni, müəllim eyni alətlərdən, resurslardan istifadə edərək yaradıcı bir iş ortaya qoyur. Məsələn, deyək ki, bu kompüter qurğuları ilə bağlı bir tapşırıqdır. Sehirli papaqdan biz kompüter qurğularını çıxarırıq. Bu tapşırığın hazırlanmasını sadəcə olaraq kilitləmə və qruplaşdırma xüsusiyyətlərindən istifadə olunub proqramın. Yəni, çox sadə xüsusiyyətlərdir, amma müəyyən qədər yaradıcılıq qatmaqla daha fərqli bir iş ortaya çıxıb. Və eyni zamanda biz buna onlayn resurs, yəni internet üzərindən baxsaq, burada məsələn, belə demək olar, müəllim şagirdlərə əlavə edir bu Docsa və onlara şərh yazmaq imkanı verir. Yəni, artıq onlar işə öz şərhlərini də əlavə edə bilirlər. Bu isə növbəti bir mərhələsi oldu, modification. Və ən sonuncu mərhələsi isə
redefinition adlanır. Bu mərhələ nədir? Yenidən təyin etmə mərhələsi adlanan bu mərhələdə materialın zənginliyi çox yüksək səviyyədə olur. Tapşırıq və dərs hazırlayarkən 21-ci əsr bacarıqları adlandırılan bacarıqlardan istifadə olunur. Yəni bu bacarıqlar nəzərə alınır. Dərsdə və tapşırıqdakı şagirdin bu bacarıq, texnologiya ilə bağlı bu bacarıqları da inkişaf etsin. Eyni zamanda burada şagirdlərin texnologiyadan istifadə edərək əməkdaşlıq şəraitində öyrənilməsi məsələsi qoyulur. Yəni, məsələn, doks üzərindən baxsaq, artıq burada əgər müəllim şiə hissəsindən şagirdlərin emeyllərini bura daxil edir, şagirdlər özləri bu işi birlikdə işləyərək hazırlayırlarsa, bu artıq demək olar ki, sonuncu mərhələ olan redefinition mərhələsidir. Yəni, unutmayaq ki, bu sadəcə texnologiyanın tətbiqində istifadə olunan modellərdən biri idi və əgər siz bir tapşırığı dəqiq, yəni yüksək kəskinliklə deyə bilməzsiniz hansı mərhələyə aiddir. Yəni ki, mərhələlər arasında kəskin fərq yoxdur, xüsusilə məsələn 2-ci və 3-cü mərhələdən danışırıqsa. Yəni onlar yalnız müəyyən meyarlarla siz qiymətləndirə bilərsiniz. Summer modeli haqqında bu qədər. Diqqətinizə görə öz təşəkkürümü bildirirəm.